Gələn ayaqlarınız var olsun. Aziz dostlar. Mən qardaşlar yetim qaldım. Deyirlər, atadan analar yetim qaldılar. Valideynlər məndən inciməsinlər. Mən qardaşlarımdan yetim qaldım. Yenə də İmamovlar, Ələsgərovlar ailəsi adından sizə təşəkkürümü bildirirəm. Dövlətimizə, ölkə başçısı, cənab prezidentimizə, Respublikanın birinci xanımı Mehriban xanım Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Hocaba. Haqqınızda olmayacaq. Əgər kiməsə borcu qalıbsa, xahiş edirəm, mənə yaxınlaşın, palalaşın. Allah sizi və ailələrinizi qorusun, yaşasın Azərbaycan və həmişə nitqimin sonunda bunu demişəm, yaşasın bizi Qarabağa gətirən Müzəffər Ali Baş Komandan.